Qurbanəli bəy, hansı ki MMC-nin rəhbəri də odur. Və 30-a yaxın sürücüdür bu şikayət eləyən dəyərli izləyicilərimiz. Deyirlər ki, bilmirik balamızı dolandırmağın dərdini çəkək. 5 manat çörək pulu qazanaq hardansa. Bilmirik də ki, Qurbanəli ilə Mamit bəyin başımıza gətirdikləri ilə baş eləyək. Bir də bir məqamada toxunurlar ki, ağzımızı açıb şikayət eləyən kimi Qurbanəli bəy deyir ki, get ver məhkəməyə. O məhkəməyə nə qədər arxayındır? Həqiqətən də maraqlı sualdır. Məhkəməyə nə qədər arxayındır Qurbanəli bəy? İndi gəlin Mamit bəyi də tanıyaq, görək. Mamit bəy kimdir? Bir qədər belə adını araşdırma verdim. Nəsə Şapka Mamit deyə bir şeylər çıxdı kütləvi informasiya vasitələri. Sürücülərin iddiasından çıxış eləyərək. Deyirəm ki, onlar 30-a yaxın ailənin gününü göy əskiyə büküblər. Müraciət eləyən kimi də verdikləri cavabdan aydın olur ki, nə qorxacaqları, nə də ki, çəkinəcəkləri kimsə yox. Bunlar sürücünü işdən azad etsələr də, avtobusu həmin sürücülərin adından çıxarmırlar ki, yeni sürücülərinə cərimə gəlməsin. Cərimələr gedir köhnə sürücülərə. Day deyirəm ki, bu həyatda eşitmədiyimiz heç nə qalmadı.